Baba, bu tankları dayım vurub. Bəli bala, bu tankları həm dayın, həm də dayınla eyni çiyin-bəçiyin döyüşən döyüş yoldaşları, silahdaşları vurublar bunlar. Bu 4 nəfər Vəliyev Eliyar qardaşımda. 4 nəfər düşmənin o silah-sursat anbarına mühafizə edən düşməni sıradan çıxardılar, məhv edirlər və əlində olan LPG-26 qumbaralarla düşməni silah-sursat anbarına yağdırırlar. Qumbaranı çəkib atır postun düz içinə. Qışqırıqlara götürürdü. Düşmən yaralanır, parçalanır, qışqırırlar deyir. Sadəcə deyir, atış kəsilmir. Elə bir ki, yer və yerdən də qumbaraları çəkib atır. Deyir, bu moment vardı, o insana hitli gəlir orada. Nə oldu, bunlar qurtarmadılar, çəkib qumbaranı qışqırdı. Hiss elirdi ki, qeyri-adi bir uşaqdır bu. Yəni, taytuşların içində müəyyən suallar verərdi. Ki, baxardın ki, o suallar, yəni ki, böyük adam o sualları adama verə bilmək, yəni çətinlik çəkərdi. Zalımızda idmançılarımız, döyüşçülərimiz çox idi. Amma bu insan danışsan danışardı, danışdırmasan da danışmırdı. Nə deyirdi, o proqramlarda yerinə yetirirdi idmanda da. Elə idmançılar var ki, insanlar var gəlir, həvəslər məşq eləmə, amma bu insan Vəliyev Eliyar rəhmətli professional başladı məşqləri eləməyə. Mənə rəhmətli deyirdi ki, bəs istəyirəm ki, mən yarışlarda da iştirak edeyim, müəllim. Düzdür, bunu yarışlara da hazırlayırdıq. Respublika günümüzdən bağlı olaraq böyük bir yarışımız oldu bizim. Vəliyev Eliyar orada professional döyüşə çıxdı və professional mənə dedi ki, müəllim, mən istəyirəm ki, professional döyüşdə özümü sınayım. Vəliyev Eliyar öz rəqibi üzərində qələbə çalaraq professional döyüşün çempionu oldu və kubokun sahibi oldu. ...1991-ci ilin 17 oktyabrında Qobustan rayonunun Sədəf kəndində dünyaya göz açan Eliyar Vəliyevin hərbçi həyatı 2010-cu ildə xüsusi təyinatlı qüvvələr sırasında gizir rütbəsində xidmətlə başlayıb. O 2016-cı ildə aprel döyüşlərində və 44 günlük vətən müharibəsində şücaətlə iştirak edib. Ölümündən sonra vətən müharibəsi qəhrəmanı və vətən uğrunda medalları ilə təltif olunub. Qazanar torpaq əkən, taxıl biçən, torpaq ana, torpaq vətən.
Eliyar gel bəri, gəl çay iç. Gəl bəri. Demək işin olmasın. Tər töküb, zəhmət çəksin ki, bəhrəsini görsün. Torpağa qan töküb, onu qoruyanların qədrini bilsin. İcazə verin, vətəni qorumasının xüsusi təyinatlara yazılın. Allah şülavan diləsin bana. Yolun uğurlu olsun. Allah avan diləsin. Bu işdə xeyir. Uğurlu olsun. Xeyirli olsun. İdmana həddindən artıq marağı çox idi. Həddindən artıq maraq verirdi idmana. Eyni zamanda dərslərini də yaxşı oxuyardı, normal oxuyardı, amma biraz dəcəl uşağı idi. Bu dəcəllik də bunun, yəni hansısa bir bayaq dedim ki, bunun ola bilsin ki, bu qeyri-adiliyindən dəli gələrdi. Deyirdi, torpaqları alacaq. Almalıyıq da. Çünki bizim balalarımız var, onlar xoşbəxt yaşasın, şad yaşasınlar. 9 il dərs demişəm. Dərs dediyim müddətdə çox cəsur, çox təlimli, tərbiyəli, bütün əxlaqi keyfiyyətləri yerində. Dərslərin mənimsəməsi çox yaxşı. Cəsur, vətənpərvər. O uşaqda həqiqətən real belə desək, çox prinsipial bir belə ideallıq var idi. Neçə nəfər kursu bir yerdə başlamışıq, sənətlər kursunu. 18 nəfər kursu qurtarmışıq və 18 nəfərin içində də Vəliyev Eliyar qardaşımız olub. Kurs boyunca Vəliyev Eliyar hər zaman kursantar içində seçilərdi. Bizim evladımız Fiqet, Elin Obanın evladı o, qəhrəman kimi qayıtdı. Əlbəyaxa döyüş filmlərinə, müharibə filmlərinə çox önəm verərdi. Bayrağı çox sevərdi. Yəni ki, elə bunun özəl xüsusiyyətlərindən biri də vətənimizin, dövlətimizin himi, bayrağı, geribi, yəni çox önəm verərdi bu körpəlikdən ona. Respublika yarışlarında ikinci yeri tutdu və ondan biz onda hiss elədik ki, evə həmişə bayraq alıb gətirərdi. Balaca bayraqlar olardı o vaxtı, belə balaca bayraqlar olardı. Alıb gətirərdi həmişə, dərslərin hazırladığı stolun üstündə bayrağı olardı onun orada. Və balaca belə bir yazıda da himin qoymuşdu, dövlətimizin himin yazıb qoymuşdu ora gözünün qabağında hər bir vaxt. Elə görərdin ki, çıxıb həyətdə oynayanda, onunla gəzəndə nəsə dodağının altında mızıllayır. Fikir verirdin, görürdün ki, himimizi oxuyur. Deyirdi, mama, haçansa bu torpaqları qaytaracaq. Özdə biz igidlərin sayəsində deyirdi, qayıdacaq. Biz məğlub olan döyürük deyirdi. Biz döyüşəcəyik, geri alacaq bu torpaqları deyirdi. Maraqlanırdı həmişə. İnşallah yaxşı olacaq. İlahət müəllim. Qarşıda düşmənin xeyli biraz 70-80-də yaxın bölmə var. Getdi əsgərlikə, gələndən sonra dedi ki, mama, bəs mən qayıdacam. Dedi, müəllim, bəs xasiyyətnamə almağa gəlmişəm sizdən. Dedim, bəs
çox mübarək, xeyirdir, belə dedi ki, müəllim, mən xüsusi təyinatlı dəstəyə bəs orada qalacam, orada işləyəcəm inşallah. Güldüm belə, dedim, özdə mən məktəbin həm müəllimi idim, həm kargüzarı idim onda. Dedim, Elyar, Allah şu yavandı eləsin, sənə xasiyyətnamə vermək mənim üçün elə bir xoşdur ki, o qədər gözəldir ki, özdə sənin üçün çox sözlər demək olar, çox sözləri yazdım da hətta. Dedim, sənin kimi şagird üçün, sənin kimi cəsur, vətənpərvər, həqiqətən elin, obasının, hörmətin özünə qazanmış bir şagird üçün deməyə söz çoxdur. Çox mübarəkdir sənin üçün, Allah işi avand eləsin. Yaxşı olacaq. İnşallah, inşallah. Qalib gələrək. Gedib bu çətin günümüzü, əziyyətimizi yaxşı günlərdə danışarıq və orada yeyib içəndə qeyd edərik ki, amin. İnşallah, inşallah, amin. Həkim idi, həm də onun sənəti həkim idi. Neçə dənə yaralılar aprel döyüşündə də, bu 2-ci Qarabağ döyüşündə də, neçə dənə qazilər var, danışırlar ondan, deyirlər bizi xilas eləyib, yaraların sağaldı, tibbi yardım eləyib onlara. Güllə başının üstündə videolar da var, başının üstündən yanından gedir, o oturub, elə sərbəst oturub yaralının qıçını sarıyır, qaçmır, qorxmur. Deyir, götür bu istiqamətdə, deyir, mənim silahımla, deyir, götür, düşmənə atəş aç. Biraz tez olun, inşallah, biraz tez olun, çıxaq burada. Geç buradan, geç qabağa biraz. Qoyucun gör. Çıx da bağla. Kaçı bara gizlənirsən? Arasına bax. Döyüşün 2-ci günü idi. Bir dəfə düşmən puskusuna düşdük, Füzuli rayonu ərazisində. Birinci bilmirəm, birinci dəqiq yadımda qalmayıb. İkinci düşmənlə qarşılaşmada Qaraxanbəylidə idik. Göstərilən istiqamətə hərəkət etmək üçün durdum, vuruldum həmin anda və hiss elədim ki, bədənimdən bir tok keçdi. Yeriyə bilmədim də bir saniyə içində, yəni o, nə bilim, belə izah eləmək olmur da. Belə ayaqlarıma baxdım, ayaqlarım qırıldı ikisi də. Elyarda qrupda kəşfiyyatçı sanitar idi. Bilirdi də ən azından, baxdı ki, hər iki ayağım qırılıb, sümüklər açıq qəlpəlidir, yəni odlu silah yaralanmasıdır. Dedi, yaralını belə çıxartmaq olmaz, biz bunu belə çıxartsaq şikəst olacaq. Bizim Vəliyev Elyar, Allah rəhmət eləsin, tək başına onlarla aprel döyüşündə düşməni məhv eləmişdi, onlarla. Demək, üstündə qumbaralar vardı, bir dənə qumbara yanı belə deyək də qalmamışdı, hamısını istifadə eləmişdi. Hətta mən yaralandım, mən yaralanan anda, elə və kürəmdən qəlpə dəydi, yenə döyüş gedir. Qrup komandarım qışqırdı ki, bəs Salmanov, yaralanmışsan, hərəkət eləmə də. Elə bu moment mən yıxıldım. Bu moment yıxıldım, gözümə sonunda gördüm, bizim Vətən müharibəsi qəhrəmanı Vəliyev Elyar qardaşım başım üstündədir. Həqiqətən Allah rəhmət eləsin, mənə ilk tibbi yardım göstərdi. Mən demək, kürəmdən yaralanmışam. Bizim milli qəhrəmanımız, Vətən müharibəsi qəhrəmanı Vəliyev Elyar qardaşımız orada mənə ilk tibbi yardım göstərməsəydi, həqiqətən mən də şəhidlik zirvəsini ucalacaqdım. Və mən ilk tibbi yardım göstərdi, tampozat qoydu, elədi. Mən təsəlli verildi, narahat olmadı, hər şey gözəldir, yaxşı olacaqsan. Həqiqətən hiss elədim ki, mən ilk tibbi yardım göstərəndən sonra mən özümə gəldim. Və çıxartdılar mənim döyüş yoldaşlarım arxaya. Çıxardandan sonra əməliyyat olundum. Orada həkimlər mənə sorğu-sual elədilər ki, bəs sən ilk tibbi yardım kimi göstərib belə təcrübəli, yəni döyüş meydanında. Bəs mən də dedim ki, bəs bizdə mütəxəssislər var, onlar göstərib. Adını da çəkdim, dedi halal olsun, həqiqətən çox peşəkar ilk tibbi yardım göstərib sənə. Məndə ağciyər yarılmışdı. Səndə daxili qan axma getməyib, qan itirmədən kesinə bilərmişsən. Dedim, bəs Elyar, heç elə bir döyüşmürsən, yorulmamısan, maşallah, heç elə bir ki, indi gəlmirsən döyüşə, deyil, sənə danışsan. Yəni, biz mənfur düşməni məhv elədiksə, şey olmuş torpağını azad elədiksə, bizdə daha güc, qüvvət gəlir, daha həvəs yaranır. İnşallah, dedi, Şuşada dayanacaq. Bizə ən çətin tapşırıqlardan biri verilib. Qarşımızda düşmənin
atsız yüksəliyində ən çətin mövqe yerləşir. Bu mövqeyi ələ keçirmək bizə tapşırılıb. Bunun üçün də biz 2 yarım qrup şəklində mövqeyə hücum təşkil edəcəyik. Birinci yarım qrupun komandiri Gizir Elyar Vəliyev. Səninlə birlikdə Gizir Cavid Umayev, Gizir Sənan Həsənov, Gizir Əlpaşayev birlikdə hərəkət eləyəcək və digər qardaşlarla da mən hərəkət eləyəcəm. Siz mövqeyin sağ tərəfindən hücum eləyib düşmənə sarsıdıcı zərbə endirəcəksiniz. Mən də digər qrupla sol tərəfdən hücum eləyib mövqeyi ələ keçirəcəyəm. Dediklərim aydındır. Uğurlar. Cənab baş leytenant, düşmən məhv edildi, mövqelər ələ keçirildi. Əməliyyat uğurla yetirildi. Mərzi etdi Gizir Elyar Vəliyev. Vəliyev, Elyar düz düşmən postuna kimi irəliləyiblər. Düşmən birinci səngəri alıblar, düşmən postuna qədər irəliləyiblər. Deyir, sadəcə say üstünlüyü var idi da, yəni nə qədər də olmasa say üstünlüyü atışın ardı arası kəsilmir. Posta çatıblar, əl qumbarası məsafəsi 20-25 metrdir. O axırıncı qumbaranı da elə bir ki, yanında olanları götürdü. Kimdə qalıb qumbara deyib, verin bura. Götürüb Allahu Ekber qumbaranı atıb, elə oradan da yıxılıb yerə. Görürlər ki, düz ürək nahiyəsindən snayperlə vururlar. Bir sözü var idi. Deyirdim, mama, nədən ötürü bura gəlmişik? Biz vuruşmağa gəlmişik, torpaqdan ötürü gəlmişik. Mən həmişə deyirdim ki, özündən müğəyyət ol, ay Elyar. Belə deyirdim həmişə, ağlayırdım. Deyir, dayım mama, ağlama. Biz nədən ötürüyük? Biz igidlər, qəhrəmanlar deyirdi, vətəndən ötürü. Vətənin torpağını almaqdan ötürü deyir, gəlmişik bura. Nə olar, olar dedi. Şəhid olsaq da, qalsaq da, qayıtsaq da, qazi olsaq da dedi, biz vətən üçün gəlmişik bura, vətən üçün yetişmişik biz. Yüzlərlə düşməni məhv edib, yüzlərlə. And olsun Allaha deyirəm ki, yəni tarix yazır bizim qardaşımız. Bizim qardaşımızın arzusu Şuşada dayanmaq idi. Yenə deyirəm, bizim bu torpaqlarımız alınıbdır, hamısı bizim şəhidlərimizin qanı bahasına alınıb. ...200 nəfərdən canlı qüvvə, 12 tank hücuma keçib Horadizdən Cəbrailə gedən yolu bağlamışdılar. 200 nəfər ermənini məhv eləmişdi onlar. O tankın orada 2 dənəsini Elyar vurmuşdu. Qumbara atanla vurub yandırmışdı, partlatmışdı. İkisində döyüş yoldaşları vurub, məhv eləmişdi. Və o 200 nəfər ermənidən bir nəfər yaralı erməni götürmüşdülər bunlar. Tək bir dənə yaralı erməni götürmüşdülər. O da indi həmin maketi qoyublar burada, tankın üstündə. Bir dənə lokator olur. Lokator da nədir? Sivyazdır, bütün radarları, məlumatları tutan. Və Vəliyev Elyar qardaşım həmən o lokatorun heyətin sıradan çıxardır. Hamısını məhv edir və orada lokatorun cihazı var. Onu məhv elədiyi üçün artıq o yararsızdır. Və silahla həmən o sıxımı partladır. Görün, lokatorun qiyməti neçədir? Milyonluqdur. Düşmənin milyonluq bir dənə, belə deyək də, radio maniyəsini məhv edir, sıradan çıxardır. Və sonra bir dənə o ağzı partladır. İçində düşmənin polkovnik olur, 2 dənə əsgər olur, məhv edir. Gedir və düşmənin orada yaxınlıqda təminat maşını olur. Əlbəttə, təminat maşını heyəti də olur. Heyəti götürür, sıradan çıxardır, məhv edir və təminat maşını gətirir, qrup komandirine təhvil verir ki, bu da şəxsiyyətin təminatı. Həqiqətən orada o ümumiyyətcə mən deşdim onu, sonra Vəliyev Elyara dedim, rəhmətli sən halaldır da, sən belə bir addım atmışsan.
hər dəfə də yəni yada salanda, ziyarətinə də gedirəm. Hər dəfə də halallıq istəyirəm. Mən kiçik oğuldan qorxurdum ki, o əsgərdir, onun təcrübəsi azdır. Deyirdim, bunun təcrübəsi çoxdur. Çünki 2 müharibədən bu qayıdıb. Deyirdim, 3-cüdən də bu qayıdacaq. Elə oldu ki, mərd-mərdanə qəhrəmancasına şəhid oldu. Axır silahı, gülləsi qutarana qədər onlar döyüşdü, şəhid oldular. 44 günlük Vətən müharibəsi döyüşlərində Ermənistan ordusuna ağır zərbələr vuran, layiqli dərs verən şəhidlərimiz qəhrəmanlıq səlnaməmizə adlarını yazmaqla məmləkət torpaqlarımızın işğaldan azad olunmasında, Azərbaycanımızın Qarabağına qovuşmasında əvəzsiz xidmət edən oldular. Hər şey vətən üçün amalı ilə savaşa atılanlar sırasından vətən sənə canın fəda əməllilərin safında oldu Eliyar Vəliyev. O da büründüyü üçrəngli bayrağımızın və uğrunda qurban getdiyi torpağımızın müqəddəsliyini qorudu. Qorudu ki, Azərbaycan adı daha ucalardan qürurla səslənsin və toxunulmaz olsun. Qələbə vüqarlı bayrağımız məmləkət göylərində, zirvələrdə daha şövqlə dalğalansın ki, xalqımız, bu sırada şəhidlərimizin doğmaları, həmçinin də Eliyar Vəliyevin bizlərə əmanət qoyduğu ailəsi, Üçəmlər də daxil 5 övladı hür yaşasın, vüqarla böyüsün. Mən arzu eləyirəm onun balalarına, onlar xoşbəxt yaşasınlar. Eliyarın balaları 5 övladı. Onlar müharibə görməsinlər, bu ağır haqq hesabları bir də yaşamasınlar. Onlar da ataları kimi igid, cəsur olsunlar. Mən fəxr eləyirəm ki, balam şəhid olub, el yolunda, vətən yolunda. Bir də fəxr eləyirəm ki, balam qəhrəman olub. Mən də böyüyəndə elə həmçinin qəhrəman olacaq.